Herkese salam. Bugün riyaziyyat 2. sinif 4. bölmeden misallar və məsələləri həll edəcəyik. Səhifə 45. Birinci misalda bizə nə deyir? Qrupların və hər qrupda olan əşyaların sayını müəyyən edin. Əşyaları ümumi sayını tapın. Dostlar, qruplar dedikdə buradakı bu bir qrupdur, bu ikinci qrupdur, bu üçüncü qrupdur, bu dördüncü, bu beşinci. Qrupları tapdıq ki 5 dənə qrupumuz var və deyir ki hər qrupda olan əşyaların sayını müəyyən edin. Hər qrupda deyir ha, ümumi qrupda demir. Hər qrupda. Yəni bir dənə bu qrupda. 1, 2, 3, 4. 4 dənə hər qrupumuzda, bunda da 4'dür, bunda da 4'dür. Bunda da 4'dür, digərində də 4'dür. Hər birində 4 olduğu üçün hər qrupda olan əşyaların sayı 4 olacaq. Neçə qrupumuz oldu? 5. Neçə əşya oldu hər qrupda? 4. Gəlirik A variantına cavabı yazırıq ki, yazırıq buradan. Gəlirik burada qeyd edirik. Qrup sayı 5, əşya sayı 4. Davam edirəm. B variantına baxıram. Neçə qrup varsa sayıram. Deməli 1, 2, 3, 4, 5, 6. 6 əşya qrupumuz var. Hər qrupda neçə əşya var? Sayacağım. 1, 2, 3. Və hər birində, görürsünüz, hər birinin içində 3 karandaş var. Deməli, 6 qrupumuz, 3 əşyamız var. Gəlib qeyd edirəm. Bura qeyd edirəm. Qrup yerinə yazıram 6, əşya yerinə yazıram 3. Birinci tapşırığın cavabı bu şəkildə. Keçirəm səhifə 45, misal 2-yə. Bizə deyilir ki, təkrar toplamaya aid misal yazmaqla nöqtələrin sayını hesablayın. Təkrar toplama eyni rəqəmləri toplamaq deməkdir. Baxıram ki, 1, 2, 3. Deməli, 3 dənə eyni rəqəmimiz olacaq. Birincisi nədir? 2, 4, 6. Baxıram ki 6 bundadır. 6 nöqtə bundadır. 6 dənə nöqtə digərindədir. Gəlib dəftərimə qeyd edirəm. 6. Bu 6'nı üstə gələk. 6. Üstə gələk 6. 3 dənə 6'nı arda-arda üstə gələcəm. Gəlib burada qeyd edirəm. 6 üstə gələk 6. Üstə gələk 6. 3 dənə 6'nı üst-üstə gələndə cavab eləyir 18. Digər misalları da bu şəkildə artıq əvvəlcədən dəftərimə yazmışam. 4 dənə 5'i üst-üstə gəldikdə eləyir 20. 4 dənə 7'ni üst-üstə gəldikdə eləyir 28. İkinci misalımızın cavabı bu şəkildə. Deyilir ki, misalları həll edin, cavablarınızı ritmik sayma ilə yoxlayın. Ritmik sayma nə deməkdir? Məsələn, 2-2, 3-3, 4-4, 5-5 bu şəkildə. 2'nin üstünə 2 gəldikdə eləyir 4. 2 üstə gələk 2, üstə gələk 2. Yəni 3 dənə 2'nin üst-üstə gələndə eləyir 6. 4 dənə 2'nin üst-üstə gələcək 8. 5 dənə 2, 10. 2, 4, 6 dənə 2, 12. Ritmik saymaqla biz 2-2 sayacağıq. Məsələn, burada bir dənə 2 görsək 2, 4, 6, 8, 10, 12. Görürük ki, cavablarımızın hər biri düzdür. B variantına keçirəm. 2 dənə 3'ü toplayanda eləyəcək 6. 3 dənə 3'ü toplayanda 9. 4 dənə 3'ü toplayanda eləyir 12. 5 dənə 3'ü toplayanda eləyir 15. 6 dənə 3'ü toplayanda eləyir 18. Cavablarımız bu şəkildə. 3 saysaq 3, 6, 9, 12, 15, 18 cavablarımız doğrudur. C variantına keçirik. 4'ün üstünə 4 gələndə 8. 8'in üstünə 4 gələndə 12. 12'nin üstünə 4 gələcəm 16. 16'nın üstünə 4 gələcəm 20. 20'nin üstünə 4 gələcəm 24. Ritmik sayaq 8, 4, 8, 12, 16, 20, 24. Cavablarımız həqiqətən də doğrudur. Üçüncü misalın cavabları bu şəkildə. Deməli, keçirəm məsələ həllərinə. Burada olacaq 4-cü tapşırıq.
Anar albomun 6 səhifəsinin hər birinə, burada diqqətə alacağımız söz hər birinə sözüdür. Hər birinə 5 ədəd maşın stikeri yapışdırdı. O alboma neçə stiker yapışdırdı? Diqqətdə saxlayırıq ki, 6 səhifəsi var albomun və hərəsinə 5 stiker yapışdırıb. Hərəsinə 5 stiker yapışdırıbsa, birinci vərəqə 5 stiker, ikinci vərəqə 5 stiker, üçüncü vərəqə 5, dördüncü vərəqə yenə 5, beşinci vərəqə yenə 5 və altıncı vərəqə yenə 5 stiker yapışdırıb. Cavab isə neçə olacaq? 5, 10, 15, 20, 25, 30. Cavabımız olacaq 30. Deməli, 4-cü məsələnin cavabı bu şəkildə. Keçirəm 5-ci məsələyə. Bizə deyir ki, Elxan, Lalə və Səbinənin hərəsinin 7 manat pulu var. Onlar Samirin ad gününə qiyməti 20 manat olan hədiyyə almaq istədilər. Uşaqların pulu bu hədiyyəni almağa çatarmı? Deməli, Elxan, Lalə və Səbinənin hərəsinin 7 manatı varsa, Elxanın 7 manatı var. Lalənin 7 manatı var. Səbinənin də 7 manatı var. Hədiyyə isə 20 manatdır. Gəlin görək bunların pulu çatarmı? 7 üstə gələk 7, üstə gələk 7 bərabərdir. 7-nin üstünə 7 gələndə 14, 14-ün üstünə 7 gələndə 21 edir. Cavab bəli çatar. Çünki hədiyyə 20 manatdır, uşaqların pulu isə 21 manatdır. Hətta 1 manat artığımız belə qalır. Keçirəm vurma hissəsinə. Buradan tapşırıq 1-i həll edəcəyik. Bayaq öyrətmişdim ki, burada hər hissə bir ədədi ifadə edir və içindəkini sayırıq ki, bura 4-dür, bura 4-dür, burada 4-dür, burada 4-dür. 4 dənə 4-ü üst-üstə gələcəm. Bu isə nə deməkdir? 4 dənə 4. Yəni 4 vuraq 4. 4 ilə 4-ün hasili. Deməli, gəldim cəmi və hasili tapmaq hissəsinə. 4-ün üstünə 4 gələndə eləyəcək 8. 8-in üstünə 4 gələndə 12. 12-nin üstünə 4 gələndə eləyəcək 16. 4 dəfə 4-üm neçə eləyir? Elə o da eləyir 16. Yəni 4 dənə 4 üst-üstə gəlməklə 4 dəfə 4-ün heç bir fərqi yoxdur. Daha sonra 5-in üstünə 5 gələndə 10, 10-un üstünə 5 gələndə 15, 15-in üstünə 5 gələndə 20, 20-nin üstünə 5 gələndə 25 eləyər. 5 dəfə 5-im də elə 25-ə bərabərdir. 6-nın üstünə 6 gələndə 12, 12-nin üstünə 6 gələndə isə eləyəcək 18. 3 dəfə 6-ım da, yəni 3 dənə 1, 2, 3. 3 dənə 6-ım da eləyəcək 18. Birinci tapşırığımızın cavabı bu şəkildə. Keçirəm ikinci tapşırığa. Deyir, neçə qrup var? Hər qrupda neçə cücü var? Cücülərin ümumi sayını tapın və uyğun vurma əməlinə dair misallar yazın. Bunu necə? Biraz mürəkkəb gələ bilər sizə, amma çox asandır. Biz sadəcə təlimatları bir-bir sırayla yerinə getirməliyik. Burada deyir, neçə qrup var? Birinci gəlin qrupu tapaq. 1, 2, 3, 4. 4 qrup var. Gəlib dəftərimizdə qeyd edirik. Daha sonra hər qrupda neçə cücü var? Gəlin cücüləri tapaq. 1, 2, 3, 4, 5. Burada da sayıram 5'dir. Burada da. Deməli, hər qrupda isə 5 cücü var. Gəlib yazıram, say 5. Daha sonra bizə deyir ki, cücülərin ümumi sayını tapın və uyğun vurma əməlinə dair misal yazın. Cücülərin ümumi sayı neçə olacaq? 5. Üstünə 5 gələndə 10. Üstünə 5 gəlirəm 15. Üstünə 5 gəlirəm 20. Gəlin uyğun vurma əməlini yazaq. Ümumi dedik ki 20'dir. İndi gəlin buna aid vurma misalı yazım mən buradan. A variantı qoyuram. 4 dəfə 5'im bərabər olacaq 20'yə.
Bu 4'ü vururam 5'ə, cavab olur 20. Keçirəm B variantına. Sayıram 1, 2, 3, 4, 5, 6 dənə qrup var. Gəlib qeyd eləyirəm dəftərimə. 6 dənə qrup var. 1, 2, 3. Hər birində sayıram ki, hər birində 3 dənə kəpənək var. Gəlib bura qeyd eləyirəm say yerinə. 3. Ümumi sayını tapmaq üçün ümumini saya bilərik və ya toplaya bilərik. 3, 6, 9, 12, 15, 18. Ümumi 18 kəpənəyimiz var. Gəlib bura B variantının vurmasını qeyd eləyəcəm. Necə vurma əməli yazaram? 6 vuraq 3 bərabərdir 18. 6 vuraq 3 bərabər olur ümumi saya 18-ə. Davam edirəm məsələ həlləri ilə. Deməli, Elxanın atası bayramda hər birində 5 gül olan 3 buket aldı. Bu buketlərdə cəmi neçə gül var? Deməli, cəmini soruşursa, biz artıq bütün buketlərin içində nə qədər gül varsa hamısını tapacağıq. Hər birində 5 gül olan, yəni bunların bunda 5'dir, bunda da 5'dir, bunda da 5'dir. 3 dənə buket alıb. Deməli, nə yazacağım? Vurma əməlindən də yazacağım. Bunu toplama əməlindən də göstərəcəm indi. Deməli, birinci buketdə də 5 dənə, ikincidə də, üçüncüdə də 5 dənə gül var. 5, üstə gələk 5, üstə gələk 5. Bərabər də olacaq 15. Bir də 3 vuraq. 3 vuraq 5 şəklində də yaza bilərəm. Bu da eləyəcək 15. Masada hər birində 6 peçenya olan 2 qutu var. Qutularda cəmi neçə ədəd peçenya var? Deməli 2 ədəd qutu var. Hərəsində də 6 dənə peçenya. Bizdən də cəmi soruşur. 6 üstə gələk 6 üstə gələk. Yox, daha elə 2 qutudur. Bərabərdir 12. Deməli ümumi 12 dənə peçenya var. Amma mən bunu başqa üsulla da yaza bilərəm. 2 vuraq 6 bərabərdir 12. Hər iki variant yenə dediyim kimi doğrudur. 48-ci səhifə məsələləri həll edin adlı başlıqla davam edirik. Birinci tapşırığımızda deyir ki, uşaqlar şənliyi üçün şarlardan 5 dənə gül düzəltdilər. Hər gül üçün 5 şardan istifadə elədilər. Cəmi neçə şardan istifadə olundu? Burada şəkildə də göstərilib. Hər birində 5 dənə şar var, sayıları isə 5'dir. Cəmi soruşursa bunların hamısındakı şarları sayacağıq. Gəlib buradan yazıram. 5, üstə gələk 5, üstə gələk 5, üstə gələk 5, yenə üstə gələk 5, 2, 4, 5. 5 dənə 5 üstə gəldik. Cavab eləyir 25. Bir də var ki 5 oxşamadı. 5 vuraq 5 bərabərdir 25. Deməli dostlar, 5 dənə vaqonumuzun hərəsinə 3 uşaq oturub. 5 dənə vaqon deyirsə, buraya yazacağım 3, üstə gələk 3, üstə gələk 3, üstə gəl 3, üstə gəl 3. Bərabər də eləyəcək 15. Bir də 3'ü 5'ə vura bilərik. Bu da bərabər eləyər 15'ə. Cavabımız 15'dir. Hər iki həll yolu doğrudur. Davam eləyirəm 3-cü tapşırıqla. Deyir, baba bostana 4 cərgə kələm əkdi. Hər cərgədə 10 kələm var. Baba cəmi neçə kələm əkdi? Deməli 4 cərgəmiz var. Hərəsində də 10 kələm var. 4 dənə cərgədirsə 10 dənə 4 dənə 10'u üst-üstə gələcəm. Üstə gələk 10, üstə gələk 10. Bərabərdir 40. Və ya 4 vuraq 10, 4 dənə 10, 4 dəfə 10 bərabərdir 40'a. Hər iki cavab doğrudur.
Keçirəm 4-cü tapşırığa. Burada bizə deyilir ki, müəllim 2 şagirdin hər birinə kağızdan şəkildəki kimi günəş hazırlamağı tapşırdı. Onlar bunun üçün kağızdan üçbucaq və dairə kəsdilər. Bizə 3 ədəd sual verilib. Bunları gəlin bir-bir həll edək. Hamısını birdən oxusaq beynimiz qarışacaq. Şagirdlər cəmi neçə üçbucaq kəsdilər? Şəkildəki üçbucaqları sayacağıq. Burada başqa heç nə eləmirik. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədəd üçbucaq kəsiblər. Amma burada bir şey də var. 2 şagird eləyib bunu. Və bizdən bunu 2 şagird eləyib və bizdən cəmini soruşur. Onda biz nə edəcəyik? 2 dənə günəş xəyalımızda tutacağıq. Əgər bunun üçbucaqları 8-dirsə, deməli o biri günəşin də üçbucaqları 8 olmalıdır. Bu zaman nə edəcəyik? 2 dənə 8-i toplayacağıq və ya 2 dəfə 8 vuracağıq bir-birinə. Aha. Yadda saxlayırıq ki, 2 şagirdin hərəsinə günəş verilib. Deməli, buradan yazıram. 8 üstə gələk 8. 2 dənə 8-i toplayıram. Cavab edir 16 və ya 2 vuraq 8 yazıram. Bərabərdir 16. Hər iki həll yolu doğrudur. Əsasən siz bunu yazın dəftərinizə. Çünki vurma bölməsidir bu. Sonraki sual oxuyuram. Şagirdlər cəmi neçə dairə kəsdilər? Dairəmiz 1 ədəddir. Ona görə 2 dənə şagirdimiz varsa, deməli 1 üstə gələk 1 yazacaq və bu da eləyəcək 2. Və ya 2 vuraq 1 bərabərdir 2. Ədədi 1-ə vuranda ədədin özü alınır. 3-cü sualımızda deyilir ki, onlar cəmi neçə fiqur kəsdilər? Yəni həm dairədən, həm üçbucaqdan söhbət gedir. 16-nın üstünə 2 gələcəm. 16 dənə üçbucaq, 2 dənə dairə kəsiblər. Bu da eləyəcək 18. Ümumi 18 fiqur kəsdilər. Cavablar bu şəkildə. 5-ci tapşırığıma baxıram. Gölün sahilindəki 4 balıqçının hərəsi 3 balıq tutdu. Bunu yadınızda saxlayın. Sahilindəki deyir. Hərəsi 3 balıq tutubsa, deməli 4 dənə 3-ü toplayacağam. Qayıqdakı balıqçı isə 6 balıq tutub. Bunu da yadımda saxlayıram. Qayıqdakı. Bax, görürsünüz, burada qayıqdadır. Qalanları isə 4 nəfər sahildədir. Şəkilə mütləq fikir verin. Birinci sualı həll edirəm. Sahildəki balıqçılar cəmi neçə balıq tutdular? Bu yox ha. Bundan söhbət getmir. Sahildəkilərdən. Yəni sahildəki 4 balıqçı cəmi neçə balıq tutub? Hərəsi 3 dənə tutubsa, gəlin misalı həll eləyək. Balıqçının hərəsi 3 balıq tutubsa, deməli 3 üstə gələk 3, üstə gələk 3, üstə gələk 3 yazıram. Bərabər də eləyəcək 12. Bunu başqa qayda ilə də yazırdıq. Əsas qaydamız hansı idi? 4 vuraq 3 bərabər də 12. Əsas bunu götürürük. Qayıqdakı isə 6 tutub. Bəs bunu nə üçün vermişdi? İkinci sual üçün. İkinci sualda deyilir, balıqçılar birlikdə neçə balıq tutdular? Həm sahildəki, həm də qayıqdakı. Birinci yazıram, sahildəkini tapmışam axı 12. Qayıqdakı da 6 balıq tutub. Bu da bərabər olacaq 18-ə. İkinci məsələnin də cavabı 18. 6-cı tapşırığa baxıram. Deyir ki, şəklə əsasən təkrar toplamaya aid məsələ qurun və həll edin. Təkrar toplama eyni ədədlərin dalbadal toplanmasıdır. Siz ikinci məsələni əsas götürün və dəftərinizə bunu yazın. Hər birində 6 şokolad olan 4 qutu var. Cəmi neçə şokoladımız mövcuddur? Həll eləyirəm. Hər birində 6 şokolad olan 4 qutu varsa, deməli 4 dənə 6-mız var. 6, üstə gələk 6, üstə gələk 6, üstə gələk 6. Bərabərdir, eləyəcək 24. Keçdik 11-ci hissəyə, bərabər paylama, bölmə hissəsinə. Birinci misalda deyilir ki, dairəcikləri, yəni bunları verilən sayda qruplara bərabər payladıqda, yəni burada məsələn 2 qrup var. 2 qrupa bərabər paylayacağıq.
Bərabər payladıqda hər qrupa neçəsi düşər? Bunu bölmə əməli ilə yazdıqda bölünən və qisməti müəyyən edin. Bölünən buradır, qismət də buradır. Bölünənimiz ümumi ədədimizdir. Bölənimiz isə bu ədəddir, yəni 2-dir. Burada saysaq 1, 2, 3, 4, 5. 5 böləndir. Sayacağım buranı 2, 4, 6, 8, 10 isə bölünəndir. Gəlin onu 5 yerə ayıraq. 10 ədədini 5 yerə ayıraq. 2 ayırdım bura. Bu 2'ni ayırdım bura. Bu 2'ni ayırıram bura. Buradakı 2'ni ayırıram bura. Buradakı 2 dairəni də ayırıram bura. Deməli, hər dairəyə 2 ayırdım. Deməli, bax bu 10'u böləndə 5'ə cavabımız olacaq 2. Gəlin bunu dəftərimizdə yazaq. Aha, birinci hissəmizdə neçə dənədir? 2, 4, 6, 8. Deməli, 8 dənə dairəmizin bölürəm 2 yerə. 2 yerə böləndə hər dairəyə 4 dənə dairəcik düşəcək. Cavabımız olacaq 4. Daha sonra B variantında dedik ki 10 dənə dairəciyimiz var. Onu isə 5 hissəyə ayırırıq. 5 bərabər hissəyə. 5 bərabər hissəyə ayırdıqda dedik ki, hər dairəyə 2 dairəcik düşür. Daha sonra sayıram 3, 6, 9, 12. 12 dənə dairəciyimiz var. 4 dənə isə dairəmiz var. Bunları bərabər payladıqda hər dairəyə 3 dairəcik düşəcək. Cavablarımız bu şəkildə. Keçirəm ikinci suala. Deyilir ki, 15 karandaşı 3 qutuya bərabər paylasaq, hər qutuya neçəsi düşəcək? Burada 15 dənə karandaşımız var və bunları biz bərabər olaraq 3 qutuya paylamalıyıq. 15 karandaşı 15 bölək 3 şəklində yazırıq. Hər qrupumuza bərabər paylayanda 5 ədəd karandaş düşür. Daha sonrasında isə deyək ki, klon 14 şarı 7 uşağa bərabər paylasa, hər uşağa neçə şar düşər? 14'ü böləcəm 7 yerə, böləndə isə düşəcək 2. Yəni hər uşağa 2 ədəd şar düşər. Bu şəkildə. Keçirəm məsələ həlli hissəsinə. Üçüncü məsələmizdə deyilir ki, Lalə 18 kitabı 3 rəfə bərabər sayda yığmaq istədi. O hər rəfə neçə kitab qoyacaq? 18 kitabı 3 rəfə yığmaq istəyirsə 18'i böləcəm 3'ə. 18'i 3 yerə böləndə isə cavab eləyəcək 6. Yəni hər rəfə 6 kitab qoymalıdır. Dördüncü məsələmizdə deyilir ki, nənə 12 ərikdən 3 banka kompot hazırladı. O hər bankaya bərabər sayda ərik atdı. Hər bankaya neçə ərik düşdü? Deməli, gəlib burada yazıram. 12 əriyimiz var. 12 əriyi bölüb 3 bankaya yığıb. Bərabər sayda. 12'ni bərabər sayda 3'ə böləndə neçə eləyəcək? Cavabımız olacaq 4. Hər bankaya 4 ərik atmalıdır. Cavablar bu şəkildə. 5-ci sualımızda deyilir ki, şəklə əsasən bərabər paylamaya aid məsələ qurun və həll edin. Mən məsələmi bu şəkildə qurdum. Boşqabda 12 konfet var. Bu konfetləri 4 nəfərə bərabər bölsək, hərəyə neçə konfet düşər? Həlli isə bu şəkildə olacaq. 12'ni böləcəyik 4 bərabər yerə, bərabər olacaq 3'ə. Yəni hərəyə 3 ədəd konfet düşər. Məsələlərimizin həlli bu şəkildə. Keçid eləyirəm təkrar çıxma hissəsinə. Burada deyilir ki, birinci tapşırıqda 12 kubu hər birində A 4 kub və B 3 kub olmaqla neçə qrupa ayırmaq olar? Bölmə əməlinin cavabını təkrar çıxma ilə tapın. 12'ni isə 4'ə böləndə eləyir 3. Təkrar çıxma ilə yazsaq, unutmayın ki, bölmə əməli üçün təkrar çıxmanın cavabı 0 olmalıdır.
Əgər 0 alınmırsa, deməli yanlış ədədi çıxırıq. 12-dən 4 çıxanda 8, 8-dən 4 çıxanda 4, 4-dən isə 4 çıxanda cavab eləyir 0. Daha sonra 12-ni deyir ki, indi də 3 kub olmaqla neçə qrup ayırmaq olar? Deməli, 12-ni böləndə 3-ə eləyəcək 4. Yazacağım bura 4 dənə 3. 4 ədəd 3 yazacağım. 3, 3, 3, yenə 3. 12-dən 3 çıxanda 9, 9-dan 3 çıxanda 6, 6-dan 3 çıxanda 3, 3-dən də 3 çıxanda 0. Təkrar çıxmamız da bu şəkildə. Keçək ikinci tapşırığımıza. İkinci tapşırığımızda deyilir ki, təsvirlərə uyğun bölmə əməlinə dair misal yazın. Bu bilirsiniz ki, təkrar azalmadır. Eyni ədədin çıxılması təkrar azalır. 3 dənə 8 çıxıblar. Nədən çıxıb bəs? 24-dən. Gəlib vərəqimə yazmalıyam. Gəlib vərəqimdə qeyd edirəm. 24. Nə çıxıb? 24-dən nə çıxıb təkrar şəkildə? 8 çıxıb. Neçə dənə 8 çıxıb? 3 dənə 8 çıxıb. Daha sonra B variantına baxıram. B variantına 24-dən bu dəfə 8 dənə 3 çıxıb. Nə çıxıb? 3 çıxıb. Neçə dənə çıxıb? 8 dənə çıxıb. Daha sonra C variantına keçirəm. Bu dəfə 24-dən nə çıxıb? 6 çıxıb. Neçə dənə çıxıb? 4 dənə. Bu şəkildə, bu qədər sadə. Keçirəm 3-cü tapşırığımıza. Deyilir ki, təkrar çıxmaqla qisməti tapın. Təkrar çıxma necə idi? Mən birində tapmışam təkrar çıxmaqla qisməti. 6-dan 3 çıxanda 3, 3-dən 3 çıxanda 0. Ondan deməli neçə çıxacam? 2. Ondan 2 çıxanda eləyəcək 8. 8-dən 2 çıxanda eləyəcək 6. 6-dan 2 çıxanda eləyəcək 4. 4-dən 2 çıxanda eləyəcək 2. 2-dən də 2 çıxanda eləyəcək 0. Deməli neçə dənə 2 çıxdıq? 5 dənə 2 çıxdıq. Daha sonra 20-dən 5 çıxanda 15. 15-dən 5 çıxacam 10. 10-dan 5 çıxacam 5. 5-dən də 5 çıxacam 0. Deməli 20-dən 4 dənə 5 çıxanda 0 edir. Daha sonra 14-dən 2 çıxacam. 7 dənə 2 çıxanda 14-dən cavabımız eləyəcək 0. 25-dən 5 dənə 5 çıxsaq cavab eləyər 0. Aha. 9-dan 3 dənə 3 çıxsam cavab eləyər 0. 4-dən 2 dənə 2 çıxsam cavab eləyəcək 0. 10-dan 2 dənə 5 çıxsam cavab eləyər 0. Deməli burada da cavab 5'dir. Daha sonra biraz qara salmış ola bilərəm, üzr sayın. 8-i 18. Deməli 18-dən 3 dənə 6 çıxsam cavab eləyəcək 0. 24-dən 6 dənə 4 çıxsam cavab eləyəcək 0. Burada eləyəcək 6. 30-dan 3 dənə 10 çıxsam cavab eləyəcək 0. Burada eləyəcək 3. 30-dan 5 dənə 6 çıxsam cavab eləyəcək 1, 2, 3, 4, 5. Cavab eləyəcək 0. Burada eləyəcək 6. Qoy görüm ümumi götürmək olur. Ümumi cavablarım ümumi cavablar bu şəkildə. Baxıram 4-cü misala. Deyilir ki, suallara cavab verin və uyğun misallar yazın.
5 topu 3-3 olmaqla neçə səbətə yığmaq olar? Gəlin baxaq. Bayaq yanlış oxudum. 15 topu 3-3 yığırıq. Deməli, 15 topu 3-3 olmaqla neçə səbətə yığmaq olar? 15-i böləcəm 3-ə bərabər olacaq 5. Yəni 5 dənə səbətə yığmaq olar. 15 çıxaq 3, çıxaq 3, çıxaq 3, çıxaq 3 və yenə çıxaq 3 bərabər eləyəcək 0. Bir də deyilir ki, 18 yumurtanı 6-6 olmaqla neçə qutuya yığmaq olar? 18 yumurtanı 6-6 olmaqla neçə qutuya yığmaq olar? 3 qutuya yığmaq olar. Məsələn, 18 çıxaq 6, çıxaq 6, çıxaq 6 bərabərdir 0. Yəni 18-i 3 dənə, 6 dənə tuta biləcək qutuya yığdıq. Keçdik məsələ həllərinə. Deyir ki, yerləncək növbəsində 16 uşaq dayanmışdı. Hər kabinəyə 4 uşaq mindi. Uşaqlar neçə kabinəyə mindilər? Biz indi kabinələrin sayını tapmalıyıq. Deməli, 16 uşaq bölünüb hərəsi 4 nəfərlik olan kabinəyə bərabər olacaq neçə? Bərabər olacaq 16-dan 4-ə böləndə 4. Deməli, 4 dənə kabinə var. Bunu başqa nə cür tapa bilərik? 16-dan 0 qalana qədər 4 çıxırıq. 16-dan 4 çıxanda 12. 12-dən 4 çıxanda 8. 8-dən 4 çıxanda 4. 4-dən 4 çıxanda 0. 0 çıxana qədər 0 cavabı alana qədər çıxdım. Daha sonra 4-ləri sayıram. 1, 2, 3, 4. Buranın cavabı olur 4. Keçək o birisinə. Deyilir ki, birik yarışında 20 şagird iştirak etdi. Onlar hər birində 5 nəfər olmaqla komandalara bölündülər. Neçə komanda alındı? 20 şagirddir. 0 alana qədər 5 çıxacam 20 şagirddən. 20-dən 5 çıxıram. 15. 15-dən 5 çıxıram. 10. 10-dan 5 çıxıram. 5. 5-dən də 5 çıxıram. 0. Deməli, 20-ni böləndə 5-ə cavabda neçə alınacaq? 1, 2, 3, 4. Cavabımız olacaq 4. Bu şəkildə. İndi isə baxıram 7-ci tapşırığımıza. Deyir, boşqabda 10 albalı var. Anası Laləyə hər keksin üstünə 2 albalı qoymağı tapşırdı. Birinci sualımız nədir? Albalılar neçə keksə çatar? 10 dənə albalımız var. Hərəsini də, hər ikisini, 2 dənəsini də 1 keksə qoymaq olar. Böləcəm 2-yə. Cavabı necə tapa bilərəm? 10-dan neçə dənə 2 çıxsam, cavab 0 alınır. 10-dan 2 çıxanda 8. 8-dən 2 çıxıram. 6. 6-dan 2 çıxıram. 6-dan 2 çıxdım 4. 4-dən 2 çıxdım 2. 2-dən də 2 çıxdım 0. Sayıram. 1, 2, 3, 4, 5. Albalılar 5 keksə çatar. Daha sonra deyir ki, qalan kekslər üçün daha neçə albalı lazımdır? Albalım, 10 dənə albalım 5 dənə keksə çatır, bilirəm ki. Məndə isə 7 dənə keks var. 7 keks üçün neçə albalı lazımdır? Bərabərdir 14. Deməli, mənim 14 albalım olmalıdır. Cavablar bu şəkildə. Keçirəm 13-cü hissəyə, tək və cüt ədədlər hissəsinə. Deyilir ki, birinci sualda verilən ədədlərin tək və ya cüt olduğunu misallar yazmaqla tapın. Qaydadan bizə məlum olur ki, tək və cüt ədədlərin fərqi ondan ibarətdir ki, cüt ədədləri 2 bərabər hissəyə ayırmaq olur. Amma tək ədədləri 3 hissəyə ayırmaqla tapa bilərik. Məsələn, 2 rəqəmini mən 2 bərabər hissəyə bölürəm. 1 üstə gələk 1 kimi yaza bilirəm. 4 rəqəmini 2 üstə gələk 2 şəklində yaza bilirəm. Amma 3 rəqəmi bu şəkildə deyil. 3 rəqəmini bərabər hissələrə bölmək üçün 1 üstə gələk 1 üstə gələk 1 yazmalıyam. Və bu da 3 bərabər hissəyə bölünür. Yazıram. 1 üstə gələk 1 bərabərdir 2. Cüt.
Sonra isə yanına T və C hərfi yazacağım. Başa düşün. 1 üstə gələk 1, üstə gələk 1. 3 dənə bərabər hissəyə ayrıldı. Bərabərdir 3. Bu tək olacaq. Daha sonra 4'ə baxıram. 2 üstə gələk 2. Bərabərdir 4. Bu cütdür. 5'ə baxıram. 2 üstə gələk 2. Üstə gələk 1. 3 dənə hissəyə ayırdıq və bərabər hissələr deyil. Bərabər olacaq 5. Bu olacaq tək ədəd. Daha sonra 8. 4 üstə gələk 4. Bərabərdir 8. Bu olacaq cüt. 14'ü isə bu şəkildə yazırıq. 7 üstə gələk 7. Bərabərdir 14. Bu da cütdür. 19 isə 9 üstə gələk 9, üstə gələk 1 şəklində yazılır. Bu da 19'dur. Bu isə tək ədəddir. Bu şəkildə misalımızın həlli. Bizə deyilir ki, tək və cüt ədədləri, ikinci misalda bizə deyir ki, tək və cüt ədədləri müəyyən edin. Bayaqki qaydadan oxudum ki, sonu 0, 2, 4, 6, 8 rəqəmləri olan ədədlər cüt ədəddir. Gəlin seçək. 4'dür mü? 4 cüt ədəddir. Gəlirəm yazıram cüt yerinə. 23. Görürəm ki, sonu 3 ilə bitir və mənə deyir 1, 3, 5, 7 və 9 rəqəmləri olan ədədlər tək ədəddir. 23'ün sonu 3'dür. Deməli, tək ədəddir. Yazıram tək ədəd yerinə. Əvvəlinə baxıram mən birinci. Burada da 3 var. 3 də tək ədəddir. Daha sonra 7'yə baxıram. 1, 3, 5, 7 və 9 deyil. Deməli, 7 də tək ədəddir. Daha sonra 26'ya baxıram, sonu 6 ilə bitir. Biz isə demişdik ki, 0, 2, 4, 6 və 8 rəqəmləri olanlar cütdür. Gətirib cüt yerinə 26 yazıram. Daha sonra 31'ə baxıram, sonu 1 ilə bitir. Deməli, təkdir. Daha sonra 38, sonu 8 ilə bitir. Deməli, cütdür. 40, sonu 0 ilə bitir. Deməli, cütdür. 42, sonu 2 ilə bitir. Deməli, cütdür. 12, sonu 2 ilə bitir. Deməli, cütdür. 75, sonu 5 ilə bitir. Deməli, təkdir. 17, sonu 7 ilə bitir. Deməli, təkdir. Daha sonra 89, təkdir. 34, cüt ədəddir. 21, tək ədəddir. Daha sonra 62, cüt ədəddir. 36, cüt ədəddir. 50, cüt ədəddir. Misalımızın cavabı bu şəkildə olacaq. Üçüncü misalımızda deyir ki, misalları həll edin. Cavab təkdirsə altından bir xət, cütə aiddirsə 2 xət çəkin. Gəlin misalları birinci həll edək. 15'in üstünə 3 gələcəm, 18. Daha sonra 56'dan 30 çıxacam, 26. 4'ün üstünə 21 gələcəm, 25. 11'in üstünə 37 gələcəm, 48. 35'dən çıxacam 3'ünü, 32. 23'ün üstünə 40 gələcəm, 63. 42'nin üstünə 55 gələcəm, 97. İndi təklərin altından bir xət çəkirik, cütlərin altından 2. 18 cüt ədəddir. 26 cüt ədəddir. Sonra cavabın altından çəkirik xətti. 25 tək ədəddir. 48 sonu 8 ilə bitir. Cüt ədəddir. 32 sonu cütdür. 63 sonu tək ədəddir. Bir xət. 97 sonu tək ədəddir. Bir xət. Deməli nə oldu? Cavabımız bu şəkildə. Dördüncü misaldayıq. Uyğun ədədləri tapın deyir. 20'dən böyük, 35'dən kiçik bütün cüt ədədlər deyir bizə. Əgər bizə bütün cüt ədədlər deyilsə sayacağıq. 20'dən sonra hansı cüt ədəd gəlir? 21 sonu 1'dir, tək ədəddir. 22 sonu 2'dir, cüt ədəddir. 23 təkdir. 24 cütdür, çünki sonu cütdür. 25 təkdir. 26 cütdür. 27 təkdir. 28 cütdür. 29 təkdir. 30 cütdür. 31 təkdir. 32 cütdür. 33 təkdir. 34
cütdür, 35 təkdir. 36 cütdür, amma 36 35-dən böyükdür. Buna görə yazmırıq. 20-nin özü daxil deyil, çünki 20-dən böyük olan ədədlər lazımdır. Cavabımız bunlardır. 41-dən böyük 56-dan kiçik olmalıdır. Amma tək ədəd olmalıdır. 42 cütdür, 43 təkdir, çünki sonu 3-dür. 44 cütdür, 45 təkdir. 46 cütdür, 47 təkdir. 48 cütdür, 49 təkdir. 50 cüt, 51 tək. 52 cüt, 53 tək. 54 cüt, 55 tək. 56 cüt, 57 təkdə ancaq yazmırıq, çünki 57 56-dan böyükdür. Bizə 56-dan kiçiklər lazımdır. Cavabımız bu şəkildə. Gəldim 5-ci tapşırığa. 2 dənə fikir var. Bunlardan hansı doğrudur, onu yoxlayacağıq. Tək ədədlə cüt ədədi topladıqda tək ədəd alınır. Məsələn, bir ədədi təkdir. Üstünə cüt ədəd deyə 2 ədədini gələk. Bərabər eləyəcək 3. Bizə deyir ki, tək ədəd alınır. Bəli, tək ədəd alınır. İkinci fikrə baxıram. 2 tək ədədi topladıqda cüt ədəd alınır. Gəlin toplayaq. 1 üstə gələk 3. 2 dənə tək ədəddir. Bəli. 4. Cavabımız hər ikisi doğrudur. 6-cı məsələmizdə deyilir ki, boş xanalarda hansı ədədlər olmalıdır? A variantı. Cəm 12-dən əvvəlki cüt ədədə bərabərdir. 12-dən əvvəlki ədədləri sayaq. 11 var. 11 tək ədəddir. Cüt ədəd deyil. Bəs 11-dən əvvəl nə var? 10 var. 10, bəli, 10 cüt ədəddir. Burada yazıram 10. 9-un üstünə neçə gələndə 10 eləyir? 9-un üstünə 1 gələndə 10 eləyir. Sonra B variantında deyir ki, fərq 21-dən sonraki tək ədədə bərabərdir. 21-dən sonra hansı ədəd gəlir? 22. 22 cüt ədəddir. Sonra 23 gəlir. 23 isə tək ədəddir. Yazıram bura 23. 24-dən neçə çıxanda 23 eləyir? 24-dən 1 çıxanda 23 edir. Bəli, gəldik çatdıq sonuncu hissəyə, yəni ümumiləşdirici tapşırıqlar hissəsinə. Birinci sualda bizə deyilir ki, topların ümumi sayını tapın, vurma əməlinə aid misallar yazın. 3 dənə vurma əməli misal yazacağıq. Deməli, topların ümumi sayını tapmalıyıq birinci. 3, 6, 9. Vurma əməli ilə yazsaq necə olar? 3 dənə qrupumuz var və hər qrupda 3 top var. Deməli, necə yazacağıq? Bəli, 3 vuraq, 3 şəklində yazacağıq. Gəlin yazaq. 3 vuraq, 3 bərabərdir 9. Daha sonra B qrupundakı sayıram. 4 dənə qrupum var, hər qrupda isə 2 top var. Deməli, 4 vuracam, 2 bərabərdir 8. Deməli, 8 dənə ümumi sayımız var. C variantında ümumi sayı tapaq. 2, 4, 6, 8, 10, 12. Necə yaza bilərəm bəs? 3 dənə qrupum var. Hərəsində 4 dənə topum var. Bu da bərabər olacaq ümumi saya, yəni 12-yə. Birinci misal cavabı bu şəkildə. Keçirəm ikinci misala. İkinci misalda deyir ki, şarları qruplara bərabər payladıqda hər qrupa neçəsi düşür? Uyğun misalı yazın. Bunu necə demişdik? Kürəciklərlə dairəciklərlə başa salmışdıq bunu. Deməli, bura biri gəlsə, bura biri gəlsə, burada biri gələcək. Deməli, 3 dənə şarım varsa, bunu 3 bərabər qrupa böləndə hər qrupa bir şar düşür. Deməli, 3 çıxaq 1, çıxaq 1, çıxaq 1. Bərabər neçə eləyir? Bərabər də 0 eləyir. Deməli, 3 bölək 1 bərabər də 3 olacaq. Və ya da 3 bölək 3 bərabərdir 1. Əsas bunu götürürük, çünki 3-ü 3 dənə 1-ə bölürük. Aha, deməli,
Daha sonra B variantında şarları sayıram. 2, 4, 6, 8, 10, 12. 12 şarı 2, 4, 6 yerə bölüb. Deməli 12-dən neçədən 6 çıxsaq 0 qalar. Çıxaq 6-sını. Eləyəcək 6. 6-dan 6 çıxacam 0 eləyəcək. Deməli 12 bölək 2. Çünki 2-dən 6-ya böldük. Bərabərdir 6. Deməli hər qrupa 2 dənə şar düşəcək. C variantında 2, 4, 6, 8, 10, 12, 14, 16 dənə şarım var. 16 şarı 4 yerə bölüblər. Neçədən də 4 çıxsaq 16-dan cavabımız 0 eləyər. 16 çıxaq 4, 12, 12 çıxaq 4, 8, 8 çıxaq 4, 4, 4 də çıxaq 4, bərabərdir 0 eləyər. Deməli, neçədən 1, 2, 3, 4. 4 dənə. 16 böləcəm 4-ə, bərabərdir 4 eləyəcək. Cavabımız 4-dür. Buradan necəki cavab 1 idi. Üçüncü misalda deyir ki, misalları həll edin. A variantında deyir, hasili təkrar toplamaq ilə tapın. Gəlin başlayaq. Hasili təkrar toplamaqla tapırıqsa, deməli, bundan birini məsəl üçün yazmışam. 6 üstə gələk, 6 bərabərdir 12, 6 vuraq 2 bərabərdir 12. Deməli, 4-ü vuracam 5-ə. Hasili birinci təkrar toplamaqla tapıram. 4 dənə 5-i ardarda toplayacaq. 5 dənə 4-ü ardarda toplayacaq. Təkrar toplama bu idi. 4, 1, 2, 3, 4, 5. 5 dənə 4-ü topladım. Neçə eləyir? 4, 8, 12, 16, 20. Deməli, 4 dəfə 5-im də 20 eləyir. Bu şəkildə. 5 dənə 3'ü ardarda toplayacağım. 3 üstə gələk 3, 2, 1, 2, 3, 4, 5. 5 dənə 3'ü toplayaq. 3, 6, 9, 12, 15. 3 dəfə 5'im 15. Birinci misalımız bu şəkildə. Aha, deməli B variantına keçirəm. Deyir ki, birincidə bizə qisməti təkrar çıxma ilə tapın. Deməli, 18-dən neçə dənə 3 çıxsam, cavab 0 eləyər. 18 çıxaq 3, 15, 15 çıxaq 3, 12, 12 çıxaq 3, 9, 9 çıxaq 3, 6, 6 çıxaq 3, 3, 3 çıxaq 3, 0. Deməli, neçədən 3 çıxdıq? 1, 2, 3, 4, 5, 6. Deməli, cavabımız olacaq 6. Qisməti bu şəkildə tapdıq. 15-dən neçə dənə 5 çıxsaq 0 eləyər. Bax, burada cavab 0 eləməlidir. Çıxanda 5-ini eləyəcək 10. 10-dan 5 çıxacam. Eləyəcək 5. 5-dən də 5 çıxacam. Eləyəcək 0. 1, 2, 3. 3 dənə 5 çıxmalıyam. Cavablarımız belə. Keçirəm 4-cü tapşırığa. Deyir ki, uyğun misallar yazmaqla suallara cavab verin. 3 dəfə 4 neçəyə bərabərdir? 8-in 2 misli neçədir? Bölünən 8 bölən 9 olarsa qismət neçəyə bərabər olar? 3 dəfə 4 neçəyə bərabərdir? Yəni 3'ü vuracaq 4-ə. 8-in 2 misli deyəndə də 8-i 2-yə vuracaq. Gəlin bu vurma əməllərini yazaq. Aha. 3 dəfə 4 bərabərdir 12. Və 8-in 2 misli bərabərdir 16. Bir də deyir ki, bölünən 18, bölən isə 9'dur. Qismət neçəyə bərabərdir? Qismət 2'yə bərabərdir. Bu qədər. Sonra 5-ci tapşırığımızda deyilir ki, Səbinə Ayxan 5-ci tapşırığımızda deyilir ki, Səbinə, Aynur, Elxan və Lalə hərəsi bir rəngli karandaş qutusu aldı. Hər qutuda 6 karandaş var. Uşaqlar cəmi neçə ədəd karandaş aldılar? Hər biri bir rəngli karandaş alıbsa, deməli 4 nəfər var. 4 qutu karandaş alıblar. Hər qutuda da 6 karandaş var. 4 nəfərdir.
Hər qutuda da 6 karandaş var. Cavabımız eləyəcək 24 və ya 6 dənə 4'ü üst-üstə gələcəm. Danışa eləyəndə hər zaman qara salıram. 6 dənə 4'ü üst-üstə gələcəm. 3, 4, 5, 6 bərabərdir 24. Belə. Son 2 misal. Deyir ki, anası Aynura masanın üstündəki keksləri 5 bərabər qaba yığmağı tapşırdı. 5 qaba bərabər yığmağı tapşırdı. Aynur hər qaba neçə keks qoymalıdır? Masanın üstündəki keksləri sayırıq birinci. 20 dənədir və 5 dənə də qabım var. Bunlara bərabər bölməliyəm. Necə eləyəcəm? 20-dən 0 qalana qədər 5 çıxacam. 20 çıxaq 5, 15 çıxaq 5, 10 çıxaq 5, 5 çıxaq 5 bərabərdir 0. Deməli 1, 2, 3, 4. 4 dənə 5 yazdım bura. 20-ni deməli böləcəm 5'ə bərabər eləyəcək 4. Hər qaba 4 ədəd keks yığmalıyam. Daha sonra 7-ci tapşırığa keçirəm. Misalları həll edin. Cavab təkdirsə altından 1 xət, cütdürsə 2 xət çəkin. Aha, birinci 67-dən 16 çıxacam. Eləyəcək. Burada 1, 6-dan da 1 çıxanda 5. 51. Təkdə altından 1 xət çəkirəm. Aha, birin üstündə də 8. 85 tək ədəddir. 1 xət çəkirəm. 24'ün üstünə 32 gəlirəm. 56. Sonuna baxıram. Cüt rəqəmdir. 2 xət çəkirəm. Sonra 74'dən çıxıram 12'sini. Cavab eləyir 62. Cüt ədəddir. 73'ün üstünə gəlirəm 24'ü. 97. Təkdir. 20 cüt ədəddir. 89 isə tək ədəddir. Cavablar bu şəkildə. Belə əziz uşaqlar və valideynlər və ya da videonu hər kim izləyirsə. Bugünlük sizlə sağollaşıram. Gələn bölümlərimizdə görüşənə qədər sağlıcaqla qalın, türklər demiş.